Elma mənim çox maraqlıdır ki, bax o beynəlxalq təşkilatlar hansı ki dünyada söz sahibi idilər, o söz sahibi olan dövlətlər sanki sakitcə seyr edirlər o mənzərəni, səslərini çıxartmırlar. Bəzi hallarda hətta qızışdırıcı mövqe tutanlar da var. Bax, sizcə bunun arxasında nə dayanır? Bax, bu Məkkenin niyyətinin arxasında nə dayanır? İki dövlətin bir-birini tamamilə məhv eləməsi, yoxsa nə? Belə vəziyyətlərdə yəqin ki, gözlər dikilir BMT onun Təhlükəsizlik Şurasında sanki yoxdur, sanki ölüb, yoxdur. Bəli, yoxdur. Və elə yəqin ki, bu reallığı nəzərə alıb Trump hətta deyir ki, bir gün Amerika Birləşmiş Ştatları BMT-dən çıxa bilər. Niyə? Siz təsəvvür edin ki, BMT deyilən qurumun hansı ki, onun baş məclisində 193 ölkə təmsil olunur. Birləşmiş Ştatlar BMT-nin deməli bütün büdcəsinin 22%-ni ödəyir. Bu 5də birindən çox deməkdir, 22%. Rəqəmlə desək, dollar ekvivalentində bu 3,7 milyard dollar eləyir. Yəni, Birləşmiş Ştatlar heç bir iş görməyən BMT-yə ildə 3,7 milyard pul verir. Elə əslində düz deyir ki, heç bir fəaliyyət olmayan. BMT-nin bu günləri dünyada 9 deməli, sülh məramlı missiyası fəaliyyət göstərir, 9. 9 dənə sülh məramlı missiyanın fəaliyyəti üçün Birləşmiş Ştatlar BMT-nin büdcəsinin 27%-ni təmin edir. Yəni, bu 9 əməliyyatı saxlamaq üçün, həyata keçirmək üçün buna deməli büdcəsinin, o büdcənin, BMT-nin büdcəsinin 27%-ni verir. Rəqəmlə desəm, 5,6 milyard dollar. Deməli, fikir verin də 3,7 milyard dollar onun büdcəsi üçün, 5,6 isə onun hərbi əməliyyatları, deməli, bu sülh məramlı missiyası üçün. Nəticə nədir? Nəticə odur ki, BMT yoxdur, görünmür. Məsələ, İsrailin adı gəlir. Birləşmiş Ştatların adı gəlir, o yana Rusiyanın adı gəlir, oradan Çinin adı gəlir, bəs BMT hanı? Yoxdur BMT. Fikir verirsiniz, bu günləri Böyük Yediliyin də Kanadada 2 gündür ki, sammiti keçirdi, Böyük Yediliyin sammiti. Həmin sammitdə də məlum oldu ki, deməli, dövlətlərin özü də yekdil mövqeyi yoxdur. Yarısı İsrailin əleyhinədir, yarısı İranın əleyhinədir. Belə bir parçalanma Birləşmiş Ştatlar birbaşa müdaxilə eləməyib. Amma deyir ki, İsrailin etdikləri tamamilə düzdür, həqiqətlə onu müdafiə etmək lazım olan mövqeyini. Vahid mövqe yoxdur. İsrail-İran müharibəsi müzakirə olunarkən Trump deyir ki, Rusiyanın böyük 8-likdən çıxarılması yanlış addım idi. Böyük 8-lik olmalı idi. Bu vəziyyətdən böyük zərbəni Zelenski hakimiyyəti alır. Bilirsiniz ki, Birləşmiş Ştatlar raketdə müdafiə sistemlərinin böyük bir qismini Ukraynadan çıxarıb yaxın şərqə İsrailə göndərib. Bəli. Və bu istiqamətdə Rusiyanın hücumların intensivliyi artırıb. Məsələn, aprel ayında nəzarətə götürdüyü ərazindən may müzakirə etsəniz, xeyli fərq var. Dəfələrlə daha çox əraziləri deməli götürə bilir. Kiyevin bombalanması. Sum vilayətinin tamamilə yaxınlığına gəlib çatıblar və oradan da Kiyev 300 kilometrdir. Fikir verirsiniz. Yəni, dünyanın diqqəti artıq tamamilə Rusiya-Ukrayna müharibəsindən İsrail-İran müharibəsinə yönəlib. Bu kimi reallıqlar diqqətdən qaçmır.